müəllimlərimiz, istəkli valideynlərimiz, hörmətli qonaqlarımız və mehriban şagirdlərimiz, sizin hamınızı bu şən gününüzdə salamlayır, hər birinizə xoş gəlmişsiniz deyirik. Bugünün həyəcanını, fərəhini bizimlə paylaşacağınız üçün sizlərə sonsuz təşəkkürümüzü bildiririk. İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yadda qalan hər an xatırlana biləcək günlərdən biri də son zəng günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Bəzi dərslərdə biz səs salardıq, bəzi dərslərdə durmaz qaçardıq. Bəzən dəcəl idik, bəzən də sakit, sinif otağımız o günə şahid. Hər yerdə seçilən şagirdləri ilə həmişə fərqlənir bizim 11B. Həmişə hər yerdə birinciyik biz, məktəbdən ayrılmaq istəmirik biz. Bugün məktəb dövrünün ən son pik zirvəsidir. Bu pik zirvəni yaşamaq əslində qalsa çox qürur verici bir hissdir. Sənin qoynunda keçirdiyimiz bu 11 ildə bəlkə də yeganə bu gündür ki, həm onu sevinclə, həm kədərlə qarşılayırıq. Sevinirik çünki uşaqlığımızdan hər birimiz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik. Bugün son zəngimizdir və biz buna nail olduq. Kədərlənirik çünki 11 il birlikdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan, anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə təbaşirlə yazılan yazdığımız sinif lövhələrindən ayrılacaq. Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizdə ikinci bir ailə olur. Biz burada yazıb oxumağı da, vətəni sevməyi də, bir-birimizə qardaş bacı olmağı da öyrənmişik. Bugündən etibarən biz məktəbə şagird kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəyik. Əziz tədbir iştirakçılarımız, 11 ildir biz bu doğma məktəbdə hər gün yeni biliklərə yiyələnib, müstəqil həyata hazırlaşmışıq. Bugün bizim qəlbimizi sevinç hissləri ilə yanaşı, dərin bir minnətdarlıq hissi də bölüyor. Həyatlarınızı yolumuza, şam kimi əridən valideynlərimizə, yorulmadan elmin çətin yollarında yolumuza hırçiləyən, əlimizdən tutub bizi daima irəliyə aparan müəllimlərimizə, sinif rəhbərimiz Ülkər müəlliməyə minnətdarlığımızı çatdırır, bütün məktəb kollektivindən sonsuz təşəkkürümüzü bildiririk. Son zəng çalınacaq ayrılıq üçün, yeni bir həyata başlamaq üçün, məzunlar olublar ağlamaq üçün, 11 il bitəcək bircə zəng ilə. Hələ isti-isti bilinmir həsrət, deyirsən, gülürsən, edirsən söhbət. Vaxt gəlib ötənlər bilərsən əlbət, çox şey itirdin bircə zəng ilə. Çıx yuxarıdan bax. Gözəlinlər unudulmaz, unutmayın, müəllimlər xatirəydi, unutmarıq bizdə heç vaxt itkedirik, məktəbimiz incitmişik, çox səni anlayırıq, peşmanıq bilsən nə qədər ay məktəb, necə unudaq biz səni, çox gözəl, xatirələr gizli var səndə, dönəməm sənə məktəb. Yola sal bizi məktəb, buna son zəng. İlk dərs günü kimi olmasın, olmasın, gözlərimiz bizim ali fəslin. Alıb yüksəlib ucalsın səsimiz. İlk dərs günü kimi olmasın, olmasın, gözlərimiz bizim ali fəslin. Alıb yüksəlib ucalsın səsimiz. Unutulmaz, unutmayın, müəllimlər xatirəydi, unutmarıq bizdə heç vaxt
məktəb Yola sal bizi məktəb Vurma son zəm İlk dərs günü kimi olmasın olmasın Gözlərimiz bizim ali təhsil Allah yüksəlib ucalsın səsimiz İlk dərs günü kimi olmasın olmasın Gözlərimiz bizim ali təhsil Allah yüksəlib ucalsın səsimiz Olmasın olmasın gözlerimiz bizim ali təhsil Allah yüksəlib ucalsın səsimiz İlk dərs günü kimi olmasın olmasın gözlerimiz bizim ali təhsil Allah yüksəlib ucalsın